Hal-hazırda müraciət edən xəstələrin çox hissəsi burun tənəffüsünün pis olmasından şikayət edir. Burun tənəffüsü nədən pis olur? Sual versək, cavabımız çox müxtəlifdir. Yəni necə? Burun çəpərinin, yəni burun ərkəsməsinin əyrilikləri çox böyük hissəni tutur. Burun boşluqlarının, burun keçəcəklərinin polipi, allergik vazomotor rinitlər, burun balıqlaqlarının, konxalarının hiperplaziyası, hipertrofiyası, uşaqlarda adenoid toxumasının hipertrofiyası və bu çoxluqlarda çox böyük rol oynayır. Böyüklərdə burun tənəffüsünün pis olması eşitmənin zəifləməsinə, baş gicəllənmələrə bəzən, yaddaşın pozulmasına, yuxunun pozulmasına qədər gətirib çıxardır. Uşaqlarda adenoidlərin hipertrofiyası isə çox böyük dəyişikliklər verir. Üst çənə skeletinin dəyişikliyi, uşağın yuxusunun pozulması, yuxuda xoruldama, çox narahat yatma, hətta bəzən enrozlər belə burun tənəffüsünün pis olmasından yarana bilər. Hörmətli valideynlər, sizin uşaqlarınızın burun tənəffüsü pisdirsə, mütləq lor həkimə müraciət edin. Çünki adenoidlərin hipertrofiyası, onların ölçüsü barədə, onların əməliyyata göstəriş olub-olmaması barədə ancaq sizə doğru düzgün məlumatı lor həkim verə bilər. Böyüklər də yəqin ki, lor həkimin konsultasiyasında olarlar. Çünki çəpər əyriliklərinin də dərəcəsi var, onların da əməliyyat olunub, yaxud müalicə olunma ehtimalları var. Burun polipləridir, həm müalicə olunur, həm əməliyyatla götürülür. Və integrativ təbabətin hal-hazırda o qədər böyük geniş imkanları var ki, həqiqətən uşaqlarda burun tənəffüsünün yaxşılaşdırmasında çox böyük işlərimiz var.